uşaqlar, hər birinizi salamlayıram. Tünzalə, səni də salamlayıram. Necəsən? Xoş gəlmisən. Yaxşısan? Mən ilk olaraq istəyərdim ki, səni yaxından tanıyaq. Daha sonra dostlarımızla həmsöhbət olacaq. Onlara maraqlı məlumat çatdıracağam. Buyur. Mənim adım Tünzalədir, soyadım Mustafayevadır. 8 yaşım var. Mən şəkil çəkməyi çox sevirəm. Aha, elə biz də indi şəkil çəkəcəyik səninlə. Şəkil çəkməyi sevdiyin üçün fikirləşdik ki, bu oyun sənin üçün daha maraqlı olar, hə? Bəli. Deməli, uşaqlar, bildiyiniz kimi həyatda hər şeyin öz rəngi var. Bu rəng çalarlarını boyaların köməyi ilə bizə çatdıran təsviri sənət növü bilirsiniz necə adlanır? Hə? Rəngkarlıq. Afərin sənə, rəngkarlıq. İndi təklif edirəm ki, başlayaq şəkil çəkməyə, rəsmimizi çəkməyə, yaz fəslini çəkəcəyik, düzdürmü? Və sonda dostlarımıza göstərəcəyik, elə çəkə-çəkə də məlumat verəcəyik. Yaxşı? Yaşıl. Yaşıl rəngi götür. Rəngkarlıq əsərləri kağızda, kartonda, kətanda və divar üzərində yaradıla bilər. Tünzalə, yəqin ki, məlumatım var. Rəsm zamanı guaş və akvarel boyalarından istifadə olunur. Boyaların bildiyiniz kimi müxtəlif xüsusiyyətləri var. Bu işlədiyimiz boyanı ki, görürsünüz dostlar, bu akvarel adlanır. Yəni, və yaxud da sulu boya deyirsiniz, sulu boya adlanır. Su ilə birgə istifadə olunan boya növüdür. Bax, görürsünüz, qurudu artıq. Aha. Akvarellə işləyərkən uşaqlar ağ boyadan istifadə olunmur. İş zamanı sudan çox istifadə etməyə lazımdır. Bu boyalar hazırdır. Biz baxın, batırırıq belə gözəl, çəkirik. Mən burada otları təsvir etməyə çalışıram. İstifadə olunur. Aha, yaxşı sualdır. Bu gözəl su boyaları qədim zamanlarda da istifadə olunub. Uşaqlar, məlumatınız olsun. Misirlər papirusda, şərq ölkələrində isə ipək və fil sümüyü üzərində bu boyalardan istifadə olunurdu. Rus sənətkarları isə uşaqlar akvarellə əlyazma kitablarında rəsmlər və böyük hərflər çəkirdilər.
dostlar, indi istəyirik ki, nəticəni sizə göstərək, hə? Göstəririk dostlarımıza. Baxın, uşaqlar, bizdə necə alındı? Məncə pis deyil, hə? Tünzalə, bəyəndin mənim çəkdiyimi? Çox gözəldir, çox gör nə gözəl rəngləri birləşdirmişik. Sarı, qırmızı, yaşıl. Çox gözəl görünür, deyilmi? Evdə də rəsmlər çəkirsən, gətirməmsən amma, hə? Yadımdan çıxıb. Ən sevdiyin rəng hansıdır? Çəhrayı. Çəhrayı rəng, aha. Və indi bizim şəkillərimizi göstərdik dostlarımıza. İndi isə dostlarımızdan bizə gələn şəkilləri izləməyin vaxtıdır. Yəni, Bu Mənəm rubrikasını. Təklif edirəm ki, Bu Mənəm rubrikasını izləyək dostlar. Siz isə bizdən heç yerə ayrılmayın. Çünki az sonra Tünzalə ilə birgə maraqlı bir oyun oynayacağıq. Proqramımızın təkrarını izləmək istəyən dostlarımız ekranda gördüyünüz YouTube kanalımıza daxil olaraq izləyə bilərsiniz. Digər sosial şəbəkələrdən də bizi izləməyi unutmayın. Bu Mənəm rubrikasını izlədik və qayıtdıq studiyamıza. Əziz dostlarım, proqramımız oyunla davam edir. İndi biz maraqlı bir oyun oynayacağıq Tünzalə ilə birgə. Bu oyunda bizə lövhə lazım olacaq, hansı ki artıq studiyamızda görürsünüz və A4 ölçüdə vərəq. Baxın, bax beləcə. Və deməli necədir oyunumuz? Tünzalənin bax gördüyünüz bu vərəq ki burada gördünüz. Mən orada şəkil çəkəcəm, hissə. Tələsmədən şəkil çəkəcəm və Tünzalə o şəklin nə olduğunu hiss eləyərək, təbii ki hiss eləyərək o lövhədə çəkməlidir və sonda baxacağıq görün. Mənim çəkdiyim şəkillə onun lövhədə çəkildiyi şəkil eyni olacaqmı? Düz çəkə biləcəkmi? Anladın Tünzalə? Çətin gəlmədi sənə? Və sonda baxacağıq nəticə necə olacaq. Başlayaq. O zaman sənin lövhənin qarşısına alırıq. Və başlayırıq. Bu qovluq mənə mane olur. Sonda artıq. İnanın ki, uşaqlar, bax, Tünzalənin məlumatı yoxdur, mən nə çəkirəm, heç nə deməmişəm. O çəkir və bənzətmisən, hətta
oradan səslər eşidirəm ki, sən məndən də yaxşı çəkmisən deyirlər operatorlarımız. Məncə yaxşıdır həqiqətən də. İndi nəticəni göstərəcəyik. Baxaq. Və budur dostlar, baxırıq Tünzalə. Tam doğru çəkmisən, aferin sənə. Sadəcə tamamlamadın, bir qollarını çəkdin, amma həqiqətən də bənzətdin. İndi baxaq görüm, yəni dovşan çəkmişdim, nə dərəcədə alınıb bilmirəm, sən də dovşana bənzədə bildin. İndi mənim növbəmdir. Mən inanmıram sənin qədər, yəni gözəl çəkə bilim, hiss eləyim, indi yoxlayacağıq. Hiss eləmişəm. Afərin mənə, hə? Əla, əla, mən də bənzətmişəm. Düz, bunlar imiş, hə? Uzun çəkən. Aha, super. Nə qaldı? Hə, olsun, narahat olma. Onları sonra da çıxara bilərik. Uşaqlar, necə idi? Oyun xoşunuza gəldi? Çox bəyəndik, çox oxşadı. Baxın, bu mənim çəkdiyim və sənin də çəkdiyini göstərək. Bir daha bizə yeni qoşulan dostlarımız ola bilər. Bunu mən çəkmişdim. Və bənzədib Tünzalə qızımız belə çəkdi. Bunu da Tünzalə çəkmişdi. Mən də bənzədib belə ev çəkdim. Məncə yaxşı da alındı. Maraqlı da oyun idi. Çox sağ ol Tünzalə. Buyur, əyləş. Əyləş. İndi Tünzalə, mənə də görüm sən belə ürəklə şeir söyləməyi bacarırsan. Çox uzağa getdin. Gəl burada otur. Hə? Şeir öyrənmirsən, söyləyə bilərsən. Buyur. Təbiətin dostlarını yarışa səsləyirik. Meşədə hər yarpağa biz qayğı bəsləyirik. Onu əzizləyirik. Qırılmasın bir budaq, qurumasın bir ağac. Qalmasın bala quşlar heç vaxt yeməyə möhtac. Çoxalır kəklik, turac. Qoy dələlər, dovşanlar küsüb bizdən getməsin, meşəmizdən getməsin. Afərin sənə, alqışlayıram səni. Çox ürəklə şeir söylədin. Mən deyim ki, uşaqlar, hər kəs belə ürəklə şeir söyləməyi bacarmır. Ha, Tünzalə, bilirsən də bir dostumuz da var. Elə sənin kimi ürəkdən belə şeir söyləməyi çox sevir. Dostumuzun adı Mədinədir. Mədinə qızımız 307 nömrəli məktəbin 1-ci sinifində təhsil alır uşaqlar. O da bizim üçün şeir söyləyəcək. Əldə qələm tutanda birdən ona saymağı, məktəbdə biz öyrənirik. Şeir əzbərləməyi, can və təni sevməyi, məktəbdə biz öyrənirik. Vurma bölbə cədvəlin, tarixin səfərlərin, məktəbdə biz öyrənirik. Sadiq dost qazanmağı, darda əl uzatmağı, məktəbdə biz öyrənirik. Sadiq dost qazanmağı, darda əl uzatmağı, məktəbdə biz öyrənirik. Mən nənəmə, babama salamlar göndərirəm. Nənəm bir Laçında qalır, mən onlara salam göndərirəm. Quş. Təyyarə. Nə ola bilər başqa? Şar. Nə? Şar. Yox, şar uçur. Düzdür, uçur buraxanda, amma belə qanadlanmır ən azından. Yaxşı ipucular verək. Gözəl rəngləri olur. Çiçəklərə qonur. Kəpənək. Afərin, kəpənək. Deməli, kömək lazımdır, hə? Daha sonra. Ev.
Damın göstərən kimi artıq tapdın. Afərin. Daha sonra Şal. Afərin, afərin sənə. 3 söz var idi, üçünü də tapdın. İndi mənim növbəmdir. İndi sən deyəcəksən, mən tapacağam. Daha doğrusu deməyəcəksən, səssiz göstərəcəksən. Sələmət. Dovşan. Hə? Aha. Sonra nə? Təyyarə? Yol? Biraz daha aç. Sürü. Gəmi? Gidir yolla. Rolu göstər. Hə, belə. Avtomobil. Aha. Aha, belə. Başqa? Ha, biz onun ola bilər ki, şüalarından qaçırıb biraz belə. Ha, baxa bilmirik ona, odur. Günəş? Afərin, afərin mənə. Mən də tapdım və sən də tapdın. Daha bir söz daha deyək. Aha. Sən fikirləş, mən deyim o vaxta qədər. Kitab. Afərin, aha. Stul. Oturacaq. Masa. Masa. Afərin. Və de görün mənə Tünzalə, başqa hansı oyunlar oynayırsan dostlarla? Buyur əyləş. Hə? Çünki bura dostlarımız çox gəlir. Onlarla da maraqlı oyunlar oynamağı fikirləşirəm hər zaman. Nə oyun oynaya bilərik? Sən mənə bir fikir ver. Hansı oyunlar oynamaq olar? Hansı oyunlar daha əyləncəlidir? Bax, bugün proqramımızda oynadığımız 2 oyundan hansı daha xoşuna gəldi? Lövhədə şəkil çəkmək, yoxsa səssiz söz oyunu? Lövhədə şəkil. Lövhədə şəkil çəkməyi sevirsən, ona görədir. Tünzalə, daha bir maraqlı oyun gəldi ağlıma, amma proqramımıza ayrılan vaxt bitib. Gəl dostlarımızla sağollaşaq, sonra oyunumuza davam edək. Oynayaq, yaxşı? Ekran qarşısında əyləşən dostlarımız sizinlə sağollaşırıq. Özünüzə yaxşı baxın. Tünzalə, sən də özünə yaxşı bax. Çərpələngil növbəti buraxılışında görüşərik. Sağ olun dostlar.